Axşamınız xeyir olsun, dəyərli izləyicilərimiz. Biz hal-hazırda Aksafa Şəhidlər Xiyabanındayıq. Bugün 8 aprel 2026-cı il tarixdir. Şanlı Aprel Zəfərinin 10-cu il dönümüdür. Biz də bugün özümüzə borc bildik. Aksafa şəhərinə gələk, üzümüzü tutduq Aksafa şəhərinə. Yolumuz Şəhidlər Xiyabanındandır. Saatlar saat 22:51-i göstərir. Biz şəhid Mahmudun yoldaşı, övladları ilə birlikdə və vətənpərvər Leyla xanım Məhmədova ilə birlikdə Şəhidlər Xiyabanını ziyarətə gəlmişik. Allah şəhidlərimizin məkanın cənnət, məqamlarını uca etsin. Şəhidlərimizin ucalı ruhu qarşısında ehtiramla baş əyirik. Bu vətən sizi unutmadı. Qəhrəman, igid oğullar. Vətən sağ olsun. Leyla xanım, sözünüz varsa buyurun. Mən də təşəkkür edirəm Rəziyə xanım. Bugünkü günü bizim səfərimiz Aksafa, Qazaxdır. Bu Şəhidlər Xiyabanına gəldik. Şəhidlərimizi ziyarət elədik. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin. Mən bütün şəhid ailələrinin qarşısında baş əyirəm. Allah onlara səbir versin, dözüm versin. Bugün də şəhidimiz Mahmudun yoldaşıyla, evlatlarla bir yerdəyik. Bir yerdə ziyarət edirik. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizin məkanlarının cənnət, məqamlarını uca etsin. Bu vətən sizi unutmadı. İgid, qəhrəman oğullar, vətənimin qəhrəmanları. Vətən sağ olsun deyirik. Vətən uğrunda canlarını fəda etdi. Bax, bu qəhrəman igid oğullar. Hərəsi bir tarix oldu, hərəsi bir dastan oldu, hərəsi bir örnəkdir gələcək nəsillərə. Allah şəhidlərimizin məkanı cənnət eləsin. Mahmudun övladları, bax bu körpə fidanlar, bu saatın gec olmağına baxmayaraq bugün atalarını ziyarətə gəldilər. Biz yol boyu gələnə qədər Nurda, Mələkdə 5 dəqiqədən bir analarından soruşurdu. Çatmırıq. Bugün qəhrəmanlar sizinlə qürur duyur. Vətən oğulları, hər birinizin ruhu qarşısında ehtiramla baş əyirik. Bu vətən sizi unutmadı. Qəhrəman vətən oğulları, ruhunuz şad olsun.